Kim nə deyir desin, mən vətənimin keşiyində dayanacağam. Mən zabit olacağım üçün, vətənin keşiyində dayanacağım üçün, hərbi formanı geyinəcəyim üçün fəxr edirəm. Mən bu vətənin suyunu içib, bu vətənin çörəyini yemişəm. Vətəni qorumaq isə mənim borcumdur. Şəhid leytenant Hüseynov Mətin Ramizoğlu zabit olması ilə hər dəfə bu sözləri deyərək qürur duyurdu. Hüseynov Mətin 1997-ci il oktyabr ayının 27-sində Ordubad rayonu Düylün kəndində anadan olmuşdu. Uşaqlığından cəsarəti, qorxmazlığı ilə seçilən Mətin hələ uşaq vaxtlarından kəndlərində gördüyü zabitlərə maraqla baxar, onlarla söhbət edər, suallar verərmiş. 2004-cü ildə Düylün kənd orta məktəbində təhsilə başlayan Mətin zabit olmaq arzusunu reallaşdırmaq üçün 2013-cü ildə Heydər Əliyev adına hərbi liseyə qəbul olur. Hərb sənətinin incəliklərinə yiyələnən Mətin biliklərini daha da dərinləşdirmək üçün 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2020-ci ildə məzun olan və leytenant rütbəsi alan Hüseynov Mətin Ağcabədi rayonunda yerləşən en sayılı hərbi hissədə xidmət etməyə başlayır. Qarabağımızın azadlığı uğrunda başlayan müharibənin ilk günlərindən döyüşə atılan Mətin gözündə qorxu olmadan döyüşməyə başlayır. Mətin cəbhənin müxtəlif istiqamətlərində vuruşur, düşmənin canlı qüvvələrini məhv edir. O, Xocavəndin, Füzulinin azadlığı uğrunda baş tutan döyüşlərdə qəhrəmanlıqlar göstərir. Yaralı döyüş yoldaşlarını xilas edir, öz canına düşünmədən daima irəli atılır. Mətin 2020-ci il noyabrın 9-da Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhidlik zirvəsinə ucalır. Ölümündən sonra Xocavəndin, Füzulinin azad olunmasına görə, igidliyə görə Vətən uğrunda medalları və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilir. Şəhid leytenant Hüseynov Mətin Ordubad rayonu Düylün kənd qəbirstanlığında dəfn edilib.